Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu və selamu ala Rasulillah və ba'd. Mən də salamlayıram hər birinizi. Sonra bu məclis sahiblərini təbrik edirəm. Allah Teala onların övladlarını salih, xeyirli, bərəkətli, ümmət üçün, həmçinin valideynləri üçün yararlı övladlardan eləsin. Təbii ki, şeyx toxundu, yəni əqiqin fəzilətinə, onun hikmətinə və gərəkdirdiyi bəzi məsələlərə və təbii ki, bilmək lazımdır ki, kövündə, dünyada nə baş verirsə, hamısı Allah Taala'nın istəyini olur. Və bu da insanın Allahın qədərinə iman eləməsi ilə hasil olur. İnsan bu şeyləri başa düşməsi, Allahın onun üçün təqdir etdiyi qədərə iman etməsi ilə olur. Qədər Allah Taala'nın insanlar üçün və bütün məxluqat üçün təqdir etdiyi bir anlamdır. Qədər yəni hər şeyin miqdarı, hər şeyin həddi, hər şeyin dərəcəsi, dəyəri mənasındadır. Təbii ki, hər şey Allah Taala'nın əlindədir. Allah Taala istədiyini xəlq eləyir, istədiyini məhv eləyir, istədiyini uzaldır, istədiyini aşağı salır. Allah Taala hər şeyin idarəçisidir. Lakin bizim xəbərimiz yoxdur. Biz bilmirik ki, Allah Taala nəyi necə təqdir eləyib, nəyi necə öz qatında yazdırıb. Təbii ki, insanların qədərə iman gətirməsi insanın çox şeylərdən xilas edir. Məsələn, bəzi insanlar görürsünüz, deyirlər ki, nə olardı ki, biz bilərdik hər şeyi və biz bilərdik, qədəri nə üçün gizlədib Allah Taala? Bu bizim üçün, bizim xeyrimizədir. Çünki biz bilsək ki, sabah valideynimiz öləcək, sabah başımıza falan şey gələcək, biz özümüz yaşaya bilmərik. O boyda hadisələri, xəbəri hamısı bizə gəlsə, yaxınlar, dostlar, valideynlər barədə xəbərlər hamısı gəlsə, biz dura bilmərik. Yəni, qəlbimiz onu təhəmmül edə bilməz, daşıya bilməz o yükü. Ona görə hikmət nədir Allah Taala'nın qədəri gizləməsindən? İnsan yaşaması. Görürsən, bir hadisə baş verir, üstündən bir 10 il keçir, sonra bir hadisə, yəni təbii söhbət burada ağır hadisələrdən gedir. Belə hamısını bilsək də onda nə oldu ki? Biz yaşaya bilmərik. Ona görə qədər Allah Taala'nın sirridir. Heç kim ora müdaxilə eləməsin. Çünki ora müdaxilə eləmək əslən səni salamat saxlamayacaq, əksinə təşviş içində olasın həmişə. Məsələn, bəziləri görürsünüz, yuxu görür, çölə çıxmır. Qədərə imanın zəifliyidir və məsələn, bir şey olur, deyir, heç kim çölə çıxmasın bu günləri. Qədərə iman gətirməyib, tam. Biz bilirik ki, qədər Allah Taala bunu birinci bilib, hər şeyi. Sonra onu yazdırıb, sonra istəyib, sonra xərq eləyib. Ona görə sələflərdən gəlib ki, onlar deyərlər ki, Allah Taala insanlara iki elm barədə xəbər verib. O elmin birini öyrədib, birini isə öyrətməyib. Amma xəbər verib. Bir kitabın göndərib və xəbər verib və Rasulun göndərib və xəbər verib. Kim bunu öyrənərsə, nicat tapar. Bir elm də deyib, qədər. Amma onu gizlədib, xəbər verməyib. Kim Allahın xəbər verib, öyrətmədiyini, öyrənmək istəyərsə, azar. Çünki Allah əslən onu öyrətməyib. Hətta biz başlayaq onu öyrənməyə. Ona görə qədərə iman gətirmək insanın, yəni, belə deyək də, sabitliyidir, möhkəmliyidir. Amma qədərdən, yəni, iman zəifləyəndə, onda insan hər şeyə bağlayır, deyir, o gəldi, ona görə oldu, bu askırdı, məsələn, buna görə oldu, bu belə baxdı, ona görə oldu, bu birisi mənə pis əməl elədi, o birisi mənə, ya başlayır onun bunun üstünə yıxıb hamıdan şübhələnir və ya narahat. Hər şey Allahın qədəri ilədir. Allah Teala lakin hər bir şey üçün səbəb də qoyub, o səbəblərdən düzgün yapışmağa çalışmalıyıq, bacardığımız qədər, hətta qədər məsələsini tam başa düşək. Təbii ki, bu geniş bir mövzudur, lakin eyb etməz, yəni xəbər verək ki, qədər Allah Teala'nın sirridir və buna iman gətirmək iman altı şərtindən biridir və əslində rahatdır, lakin insanlar onu qəlizləşdiriblər. Allah Teala bizi, yəni, eşidib faydalanlardan eləsin. Allah kömək olsun. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kətira.